Salam, Azadın YouTube kanalına xoş gəlmisiniz. Bugün sizin, bəlkə bəzilərinizin yeni, bəzilərində ilk iş görüşməsinə gedən zaman həyəcanlanmalarınızı nəzərə alaraq sizə 12 önəmli məqamı diqqətinizə çatdıracağım. Birinci məqam bir rəng tonunda geyinmək. Bir rəng tonunda geyinmək sizi rəngarənglikdən qaçırdır və sərgəli və balanslı görünməyinizə səbəb olur. İkinci, gecikməmək təbii ki, vaxtında gəlmək məsuliyyəti və intizamlı görməyinizi nəzərə çarpır. Əgər əlinizdən gəlsə 15 dəqiqə tez gedin, ətraf mühiti tanış olun və həyəcanınızı azaldın. Üçüncü, şirkət haqqında öncədən məlumat toplamaq. Bu, özünüzü daha professional görməyinizə səbəb olacaq. Şirkət haqqında öncədən məlumat toplamağınız HR-ların da diqqətini çəkəcək. Hansı sahədə işləyəcəksinizsə, həmin sahə üzrə araşdırma edə bilərsiniz. Məsələn, həmin şirkət yeni işçini nəyə görə axtarır? Bu sahədə boşluğu mu var? Başqa işçi mi çıxıb? Yoxsa həqiqətən də daha professional sizin kimi bir işçi axtarır buna görə? Dəftər və qələm götürə bilərsiniz. Kimlərlə danışırsınız? Hansı məqamlara toxunur? Onların hamısını özünüzdə qeydinə apara bilərsiniz. Anda müraciət etməyiniz daha məsləhətli olar. Məsələn, hansısa bəy və xanım desə, sizi daha səmimi bir ortam yaratmanıza səbəb olar. Yanınızda su saxlamaq, həyəcanlanan zaman və boğazınız quruduğunda su içməyiniz sizin daha da sakitləşməyinizə səbəb olacaq. Daha sonra suallara tələsmədən cavab vermək. Suallara düşünməmiş cavab versəniz, bu sizin səhv cavablar verməyinizə səbəb ola bilər. Əvvəlcədən düşünün və biraz pauza verdikdən sonra davam edə bilərsiniz. Cavabları əvvəlcədən formalaşdırmaq, fikirlərinizi daha aydın, ardıcıl və təsirli şəkildə ifadə etməyinizə səbəb olacaq, imkan yaradacaq. Müsahibə aparanların adlarını yadda saxlamaq. Onlarla danışan zaman siz onların adları ilə xitab edərkən həm onların xoşuna gələcək, həm də daha səmimiyyət yenə bayaq qeyd etdiyim kimi yaranacaq. Və son olaraq bir bonus bilgi də daha verim sizə. Sizdən işdə nəyə görə ayrıldığınızı soruşduqda siz əsla şirkəti pisləməyin. Çünki onlarda pis təəssürat yaradar ki, sabah bizim də şirkətdən ayrılmaq məcburiyyətində qalsaz, onların da şirkəti haqqında pis mənfi bir fikir bildirməyinizdən çəkinərlər açıqcası. Videomuzu izlədiyinizə görə təşəkkürlər. Abunə olmağı, like atmağı və rəy yazmağı unutmayın. Təşəkkürlər.